Və revanşistlərin o qisas xəyalları mədsum ideyalarının taleyini yaşamağa məhkumdur. Onların qonşularla bağlı a priori təsəvvürləri elə öz xislətlərindən irəli gəlir. Özünü antik mədəniyyətin yaradıcısı kimi təqdim edən erməni cəmiyyətindəki müəyyən qruplar məsələ Barnum effektindən xilas ola bilmirlər. Havadarlarının sayəsində illərlə işğalçılıq siyasəti yürüdən və 2-ci Qarabağ müharibəsində aldıqları ağır məğlubiyyətdən üzlərinə gələ bilməyən Ermənistandakı revanşist qüvvələr vəziyyətin gərginləşməsi üçün hər vasitəyə əl atmaqdan çəkinmirlər. Bir neçə müddət ixtişaşlar törətməklə Paşinyan iqtidarını devirməyə və növbəti dəfə hakimiyyəti zəbt etməyə çalışan nimdaş siyasətbazlar bununla da 1998-ci ilin senarisini təkrarlamaq istəyirlər. Əgər əvvəllər müəyyən mənada Koçaryan, Sarkisyan hansısa bir formada xalq arasında bir etimad qazanmışdılarsa, bugün onlar Ermənistan daxilində ümumilikdə heç bir nə etimad belə deyə kartları var, nə də ki onların yenidən hakimiyyətə gəlməsini bütünlükdə kütlə dəstəkləmir. Düz 20 il həm ölkədə, həm də işğal etdiyi ərazilərdə talançılıq və qaniçənliklə məşğul olan keçmiş xunta rejiminin rəhbərləri, hazırda Paşinyan əleyhinə aksiyaların təşkilatçıları Ermənistandakı xaosu Qarabağa da transfer etmək niyyətindədir. 1988-ci ildə Azərbaycanda başlayan terror siyasətinin fəallarından olan qondarma general Samber Karapetyanın Xankəndinin mərkəzində 4 nəfərə odlu silahla atəş açması Xocalı cəllatlarının yeni məkiri planlarından xəbər verir. Bu, o Karapetyandır ki, 2008-ci ilin mart hadisələri zamanı dinç nümayişçilərin qətlə yetirilməsi əmrini verib və hazırda da öz yəsinə sədaqətlə xidmət edir. Qarabağın çox kiçik hissəsində qalmış separatçı qüvvələr arasında da ciddi fikir ayrı-seçkilik var. Özəlliklə Samvel Karapetyanla bağlı baş verən məsələ və eyni zamanda Xankəndində bir neçə gün öncə keçmiş dırnaq arası hərbçinin cinayət törətməyi hadisəsi göstərir ki, bütövlükdə Qarabağdakı separatçılarla Ermənistandakı mərkəzi hakimiyyətin arasındakı rabitə və əlaqələrdə ciddi problemlər yaşanır. Bir sözlə, Ermənistandakı revanşist qüvvələr hələ də mövcud vəziyyətlə barışmaq istəmir. Lakin cinayətkar Köçəryan Sarkisyan cütlüyü və onların əlaltıları bilməlidirlər ki, indi vəziyyət 90-cı illərdəki vəziyyət deyil. Qarşılarındakı öz ordusuyla düşmənin istənilən cəhdinin qarşısını qətiyyətlə almaq əzmində olan qüdrətli Azərbaycandır. Və militarist qara güruhun özbaşınalığı Ermənistan üçün daha ağır nəticələr verə bilər. Rüstəm Mikayılzadə, Fərhad Quliyev, Ruslan Həsənov, ASTV Xəbər.